Sabahınız xeyir. Neçə vaxtdır vlog başlada bilmirəm. Başım qarışıq idi. Ona görə səhər-səhər açılış edim dedim. Səhər yeməyimi yeyim, gün başlasın. Yola düşdük Bakıya. Ailəmizdə xoş gün var idi. Ora gedirdik. Orada bir şeylər çəkə bilmədim. Bilirəm, görünmək istəməyən var, yəni çəkilmək istəməyən var. Ona görə bunları nəzərə alaraq orada bir şey çəkmədim. Sadəcə biraz yolu çəkmişəm. Bəli, yol boyu kadrlar çəkməyi də unutmadım. Pəncərədə gerdə qalan yollar, axıb gedən mənzərələr mənə həmişə huzur verir. Bəzən həyatın özü də bu yollar kimidir. Harasa tələsirik, harasa gedirik. Amma əsas olan yolun özündən və getdiyimiz hədəfdən zövq almaqdır. Artıq evə qayıdırıq. İndi deyirəm, məclisdən bir şey çəkib qoya bilmədim. Çünki istəmirəm kimsə özünü narahat hiss eləsin. Vloga qalan ancaq bu yollar oldu. Bu soğan dənələrini toplayım, yoxsa
qalsın, bilmirəm. Bilmirəm onları haçan toplamaq olur. Bunlar adi soğanlar idi. Bunları bastırmışdım. Belə bir dənədir yəqin bu. Bunu haçan toplamalıyam, necə etməliyəm bilmirəm. Yəqin qurumalıdır. Ona görə biraz gözləməliyəm. Biraz bunlardan dərim. Artıq yetişiblər bunlar. Düzdür, bunlardan biraz yemişik, amma tam saralanda daha şirin olur, daha yaxşı olur. Ona görə bir ikisini dərəcəm. Burada da çox var idi. Bunlar da dərmişik, bir tanesi qaldı, bunu da götürün. Ayağı. Buraya, bura. Özünü yemeğimin güzelliğine de bakın. Çipat eləmişdim. Sobada elədim. Görək sobada necə alınır. İnşallah dadlı olur. Bilənmə yemeğimi yiyeyim. Bu aralar başım qarışıq olub. Hər şeydən biraz çəkmişəm. İndi vlogu editləyib paylaşacağım. Yemeğimi yiyeyim. Sonra hamısını birləşdirib paylaşım. Bu aralar həqiqətən başım çox qarışıq olub. Ona görə videoda paylaşa bilmirəm. Vlogda paylaşa bilmirəm. Dedim yemeğimi yiyeyim. Sonra videolar editləyim. Yəqin qısa olacaq. Çox bir şeylər çəkə bilmədim. Abunə olmağı unutmayın. Təşəkkür edirəm. Kanalıma abunə olub bəyənməyi unutmayın.